Allah Teala Hazreti Rasulullah sallallahu aleyhi ve sellem'i vəsf eləyir. Peyğəmbər barəsində buyurur ki, sizə öz içərinizdən bir peyğəmbər gəldi, bir elçi gəldi. Sizə hər hansı bir sıxıntı üz verdikdə, müsibət üz verdikdə, bir zərər dəydikdə sizə bu ona çox əziyyət eləyir. Yəni başqalarının belə sıxıntısı peyğəmbəri deyir əziyyət eləyir və kamala çatmağınızı o çox istəyir. Başqa bir ayət deyir, Peyğəmbər möminlərə qarşı rəuf idi, şəfqətli idi, mərhəmətli idi, rəhimli idi. Çünki ilahi rəhmət ən yüksək dərəcədə Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdə təcəlli eləmişdi. Taifə gedir, insanları şirkdən çəkindirib, tohidə dəvət eləyir, insanlar daşa basırlar. Peyğəmbərə hətta sui-qəsd etmək istəyirlər, üst başı cırılmış halda. Hədislərdə bu cür vəsf eləyir ki, qan deyir dabanlarından axırdı, bədəninə yaralar vardı, ayaqlarından gəlib dabanından qan tökülürdü. Allah Rəsulü çəkildi bir kənara, bir təpəyə sığındı. Qövmü üçün bəla istəmədi, dedi Allahümme rəhəm qavmi həulə ilə ya'ləmun. İlahi qövmə rəhm et, onlar anlamırlar, onlar nadandılar, cahildilər.